Salam əziz şagirdlər, bugünkü dərsimiz SP3, SP2 və SP'nin yaranma mexanizmləridir. Hibridləşmə haqqında ümumi məlumatlar kanalda, mövzu izahları kanalda mövcuddur. Gəlin birinci SP3-ə baxaq. SP3-də bildiyimiz kimi uşaqlar 1s orbitalı, 3p orbitalı iştirak edir və 4 hibrid orbital əmələ gəlir. Bu hibrid orbitallarda eyni formalıdır, həmçinin eyni enerjiyə malikdir. Karbon atomunda baxaq. Yazıram 2s2, 2p2. Həyəcanlanır, hibridləşmə həyəcanlanmada baxılır. Yazırıq 2s1, 2p3. Baxın, cəmi 4 dənə orbital var. Biri s-də, 3-ü p orbitalında. Hibridləşmədə bu 4 orbitalın hamısı iştirak edir. 1 s orbitalı iştirak edir, 3 dənə də p orbitalı hamısı iştirak edir, yəni hibridləşir. Deməli, burada uşaqlar SP3-də qeyri-hibrid orbital yoxdur, sıfırdır. Çünki cəmi 4 orbitalımızdan 4'ü də hibridləşmədə iştirak etdiyi üçün burada qeyri-hibrid orbital yoxdur. Qeyri-hibrid orbital hibridləşmədə iştirak etməyən orbitaldır. Hibridləşmədə iştirak etməyən orbital pi rabitəsini əmələ gətirir. Çünki hibridləşmədə yalnız sigma rabitələr əmələ gəlir. Baxın, SP3 halında olan karbon metan qazını yazım. 4 dənə hibrid orbital əmələ gəlibdir. Yəni hamısı sigma rabitəsi olasıdır. Burada olan karbon SP3 hibridləşməsi olasıdır. Bu rabitə də karbonla hidrogen arasında olan rabitə də uşaqlar SP3, S-in qapanması, örtünməsi hesabına əmələ gələn rabitə olasıdır. SP2-də də uşaqlar, SP2 hibridləşməsində də 1s, 2p orbital iştirak edəsidir. Əmələ gələn ərəsidir 3 hibrid orbital. 3 hibrid orbital əmələ gələsidir. Yenə karbona baxıram, 2s2, 2p2 həyəcanlanır, 2s1, 2p3 olasıdır. Orbitalları yazıram, cəmi 4 dənə orbital var. 1s-də, 3p-də, hər birində 1 elektron. Baxın uşaqlar, SP2-də 1s, 2p orbital iştirak edir. 1s, 2p orbital iştirak edir. Əmələ gəlir 3 dənə hibrid orbital, SP2 əmələ gəlir. Baxın, deməli, hibrid orbitalların sayı neçə oldu? Hibrid orbitalların sayı 3 oldu. Bir orbitalımız iştirak etmədi. Baxın, bu orbital iştirak etmədi. Qeyri-hibrid orbitalın sayı olasıdır 1 dənə. 1 dənə olasıdır. Bu orbital digər karbonun qeyri-hibrid orbitalı ilə qapanaraq pi rabitəsini əmələ gətirəsidir. Gəlin baxaq. Baxın, yazıram CH2, 2 qat rabitə, CH2. Yəni, bunu açaq. Baxın, dedik ki, hibridləşmədə yalnız sigma rabitəsi əmələ gəlir. Baxın, burada 2 qat rabitə var. Bunlardan biri sigmadır, hansı ki, hibridləşmədə əmələ gəlibdir. Bu da pi rabitəsidir, hansı ki, baxın, bu karbonun hibridləşmədə iştirak etməyən pi orbitalı, bir də bu karbonun hibridləşmədə iştirak etməyən pi orbitalı qapanaraq bu pi rabitəsini əmələ gətiribdir. Deməli, 2 orbital bir pi rabitəsini əmələ gətirmiş olasıdır. Digər rabitələri isə hibridləşmədə olan rabitələrdir. Baxın, bunlar hibridləşmədə əmələ gələn sigma rabitələri olasıdır. Burada 2 karbon atomu var. İkisi də sp2 halında olasıdır. Bizdən hibrid orbitalların sayını soruşsa, bilirik ki, sp2 hibridləşməsində 3 hibrid orbital iştirak edir. 2 karbon atomu var. 2-ni vurasıyıq 3-ə, bərabərdir 6. Qeyri-hibrid orbitalları soruşsa, bir karbon atomunda bir dənə hibrid orbital iştirak etmir. Yəni, bir orbital iştirak etməyəsidir. 2 karbon atomu olduğu üçün 1-i 2-yə vurasıyıq. 2 dənə qeyri-hibrid orbital olasıdır. 2 qeyri-hibrid orbital bir pi rabitəsini əmələ gətirəsidir. İndi sp hibridləşməsi halına baxırıq. Sp hibridləşmə halında 1s, 1 pi orbitalı iştirak edir və 2 hibrid orbital əmələ gələsidir. Yenə karbon atomuna baxırıq.
2s2, 2p2 halındadır. Həyəcanlanır. 2s1, 2p3. Cəmi 4 orbitalımız var. Bir s-də, 3 dənə p-də, s-də 1 elektron, p-nin hər orbitalında 1 elektron. Cəmi 4 orbital var. Baxın, sp hibridləşməsində 1s, 1p orbitalı iştirak eləyəsidir. 1s, 1p orbitalı, cəmi 2 hibrid orbital əmələ gələsidir. Burada qalan 2 dənə hibrid, 2p orbitalımız iştirak etməyəsidir. İştirak etmədiyi üçün qeyri-hibrid olasıdır. İştirak etməyən p orbitalları p rabitənin əmələ gəlməsində iştirak edəsidir. Deməli, sp-də 4 orbitaldan ikisi iştirak edir, hibrid olur. Bir də 2 dənəsi iştirak etmir, qeyri-hibrid olasıdır. Gəlin, baxaq karbon atomuna. Yenə CH, 3 qat rabitə, karbon. Burada yazaq CH3. Baxın, burada tam açaq istəyirsiniz, bunu açaq. 3 qat rabitə, karbon, 3 dənə də hidrogen. Baxın, dedik ki, 3 qat rabitədən biri sigma rabitəsidir, biri sigma. İkisi də pi rabitəsidir. Hibridləşmədə yalnız sigma rabitələr əmələ gəlir. Pi rabitəsini hibridləşməyən orbitalların örtünməsi hesabına əmələ gələsidir. Gəlin, birinci baxaq görək. Bunlar neçə dənədir? Baxın, bunlar hamısı sigmadır, hibridləşmədə əmələ gəlibdir. Bu ikisi, bunlar hamısı hibridləşmədə əmələ gələn rabitələrdir. Ancaq burada 2 rabitəmiz sp-də 2 dənə pi rabitəmiz var. Bu 2 rabitənin əmələ gəlməsi, baxın, bu karbonda 2 dənə pi orbital iştirak etmir. Bu karbonun 2 pi rabitəsi iştirak etmir. 2 pi orbital daha doğrusu 2 pi orbital iştirak etmir. Həmən bu karbonun da 2 pi orbital iştirak etmir. Çünki sp halındadır. Bu da sp-dir, bu da sp-dir. İkinci karbonunda 2 pi orbitalı iştirak etmir. 2 orbital, 2 elektron və ya da 2 orbital bir rabitəni əmələ gətirir. 2 orbital bir rabitəni əmələ gətirir. 4 dənə orbitalda uşaqlar 2 rabitəni əmələ gətirdiyi üçün burada 2 pi rabitəsi var. Deməli, hər karbonda 2 pi orbitalı iştirak etmir. Cəmi 4 dənə pi orbitalı olur. 4 dənə pi orbitalda 2 pi rabitəsini əmələ gətirdiyi üçün sp-də 2 pi rabitəsi olasıdır. Gəlin, ümumiləşdirək. sp3-də hibrid orbital 4 dənədir. Çünki bir s, 3 pi-da olan 3 orbital iştirak edir. 4 dənə hibrid əmələ gətirir. Hibridləşmədə iştirak edən deməkdir. 0 dənə qeyri-hibrid olur. Qeyri-hibrid, yəni hibridləşmə olmayan orbital hamısı hibridləşmədə iştirak edir. sp2-də uşaqlar 3 dənə hibrid orbital iştirak edir, 3 dənə də hibrid orbital əmələ gəlir. 1 s-dən, 2 pi-dən. Bir dənə də pi orbitalımız iştirak etməyəsidir, qeyri-hibrid olasıdır. Qeyri-hibrid olduğu üçün digər karbon atomunda qeyri-hibrid ilə bir dənə pi rabitə əmələ gələsidir sp2-də. sp-də isə 2 orbital iştirak edəsidir, 2 hibrid orbital əmələ gələsidir. 2 dənə də qeyri-hibrid olasıdır. Qeyri-hibrid orbitalda sp-də də 2 pi rabitəsini əmələ gətirəsidir. Baxın uşaqlar, sizdən soruşulsa neçə hibrid orbital var? Gəlin bu karbonların hansı sp2, sp3 ya da sp halında olduğuna baxaq. Baxın, birincisi olasıdır sp3. İkincisi olasıdır sp. Üçüncüsü də olasıdır sp. Tamam. Deməli, hibrid orbitalların sayını tapırıq. Bilirik ki, sp3-də 4 hibrid orbital var. Bir karbonumuz sp3-dür. Deməli 4 hibrid orbital. 2 karbonumuz sp-dir. Bilirik ki, sp-də 2 hibrid orbital var. Yəni 2 orbital iştirak edibdir. 2-ni də vururuq 2-yə. Cavab 4. Cəmi neçə hibrid orbital var desəm, 4-ün üzərinə 4 gəlirik, bərabərdir 8. Burada soruşsa ki, neçə qeyri-hibrid orbital var? Bilirik ki, sp3-də qeyri-hibrid yoxdur. Sp-də də 2 dənə qeyri-hibrid orbital var. 2 dənə
karbon atomu olduğu için içinde 2'ye vurasıq. Cəmi 4 dənə qeyri-hibrid orbitalımız olasıdır. Hibridləşmənin sp3, sp2-si haqqında bu qədər məlumat inşallah sizin üçün faydalı olmuşdur.